Tamam, hello. Bayramınız mübarək olsun. Bayram. Sənədlərinizi təqdim edeyim. Get pasport. Öz adları. Hey. Vətəndaşlığınız aradır. Azərbaycan. Nə vaxtı, neçə müddətdir bu sürücü vəzifəsini idarə edirsiniz? 2 il. 2 ildir. Siz milli sürücü vəzifəsini almamısınız. Mən milli sürücü vəzifəsini alıb orada dəyişmişəm. Alıb təzə dəyişmisiniz. Ya, amma Azərbaycan sürücülüyü vəzifəm var. Yəni sistemdə çox güman ki görsənir. Şəkli var. Köhnənin. Xeyr, çox təəssüf. Gedə bilərsiniz. Çox sağ olun, təşəkkürlər. Belə. Sənəd yoxladılar. Yəni həyatımda ilk dəfə sənəd yoxlamağına qurtarıram. Alman sürücülüyü vəsiqəsini soruşdu, nə vaxtdan sürürsən? İlk dəfə də onu almısanmı, yoxsa var idimi? Dedim, sistemdə hər halda ki var. Vursan çıxıb görsənəcək. Bilmirəm də vurdu ya yox. Hə, vurdu bu arada. Dedi ki, hə var. Sonra yola verdi, getdim. Yəni belə. Bu da bizim masallı postu xatirəmiz.